Belə, biz Qarabağdan daha çox danışdıq. Qarabağın müdafiə planında problemləri bu oyunda, hücum fazasında əvəz etmələrdən sonra yaranan boşluqlar. Amma digər tərəfdən bir də Ajaxı dəyərləndirməliyik axı. Necə aqressiv oyuna başladılar, ilk dəqiqələrdə aqressiv başladılar, epizodlar da vardı. Baş məşqçinin sevincini siz xüsusi olaraq qeyd etdiniz. Məncə bəlkə biraz da problemi Ajaxı axtaraq. Daha yaxşı oynadılar, daha düzgün yanaşdılar, daha çox istədilər bu qələbəni. Ola bilərmi? Onlar məğlub durumda olanda belə, üstün tərəfdə olanda belə oyunlarını pozulmadı onların. Çox rahat. Yəni belə deyim də, o oyun sistemi ki var ki, tipik belə deyim də Ajax sistemi ki var, ondan əl çəkmədilər. Top saxlamaq, rəqibi topsuz qoymaq. Bugünkü komandaların ikisi Ajax-da, Qarabağda aşağı-yuxarı eyni sistemdə oynayan komandalar idi. İkisi də topla oynayan, üstünlüyü verən komandaydı. Qarabağ Ajax Qarabağı 70-ci dəqiqədən sonra üstələdi. 70-ci dəqiqədə. O da mən əvəz etmələrdən sonra o üstünlüyü əldə etdiklərini deyə bilərəm.